özünü Allahın huzurunda fəqir görmür, möhtac görmür, ehtiyaclı görmür. Məsələ budur. Diqqət edirsiniz. Mən sailəm ruhən. Bunu görmür. Bunu görmür. Yalnız məni görür. Mən. Mən olan yerdə kibir var, təkəbbürlük var. Ona görə deyirlər ki, ən böyük hicab elə insanın özüdür. Allahla bəşərin arasında ən böyük hicab, maniyə nədir? Allahın özüdür. Bəlaların başı məndir, mən. Həllacın sözüdür, İlahi sənlə aramda mən var, sənlə aramda mən var, öz lütfünlə, mərhəmətinlə onu aradan qaldır da, qurban olaram sənə. O götürüb məni çək at kənara, sənlə ünsiyyət qura bilim. Fənafillah da budur, o mən bu zəridir. Bu götür bu məni ki, səni görə bilim. Qəlbim səni müşahidə eləyə bilsin. Musa ki, deyir, ərini mənə özünü göstər. Bəzi ariflər deyir ki, böyük məqamlardan Musa söhbəti açırdı da. Allah sanki deyirdi ki, orada ki, istəyirsən tam müşahidə eləsin qəlbin, orada biraz ənədən, məndən, azacıq pay olsa mümkün deyil. Mümkün deyil. Bəziləri də belə. Ona görə deyirlər, bu iki duyğu gəlib paralel hərəkət eləməlidir. İkisi paralel hərəkət eləməlidir. Hansı duyğular? Bir, kamilliyi olan şövq. İki, natamamlıqdan qurtuluş hissi. Natamamlıqdan narazılıq, nöqsandan qaçış. Bunlar ikisi paralel hərəkət eləməlidir. İnsan əgər istəyirsə düz yolda hərəkət eləsin, bunlar ikisi yanaşı olmalıdır.